Xalq artisti Zeynəb Xanlarova və nəvəsi tənqid obyektinə çevrilib. Global Info-as xəbər verir ki, ötən gün Gülüstan sarayında baş tutan toy mərasimindən yayılan kadrlar birmənalı qarşılanmayıb. Belə ki, bir qrup şəxs Zeynəb Xanlarovanın təvəzzökarlıqdan uzaq davranış sərgilədiyini qeyd edib. Əksəriyyət isə xüsusilə xalq artistinin nəvəsini hədəfə alıb. Görüntülərin birində gəlinin saqqız çeynədiyini vurğulayan istifadəçilər bunun etik olmadığını yazıblar. Digər şəxslər isə toy mərasimindən yayılan görüntülərin təbii olduğunu yazıblar. Bildiriblər ki, gəlinlə bəyin xoş günündə müəyyən qədər rahat olmaları başa düşüləndir. Qeyd edək ki, sentyabrın 28-də Zeynəb Xanlarovanın adını daşıyan 25 yaşlı nəvəsi Zeynəb Tamerlan bəylə ailə qurub. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.